Bitcoin'i indi olmasa da bəlkə də çox yaxın gələcəkdə çökdürə biləcək bir şey var. Bu gün mən sizə Bitcoin'in son illərdə bu qədər güclü böyüməsinə səbəb olan çox hiyləgər bir maliyyə mexanizmindən danışacağam. Əvvəlcə tarixə nəzər salaq. Bu mexanizm necə yarandı? Bu çox vacibdir. Ona görə də diqqətli qulaq asın. 2020-ci il idi. Bitcoin sürətlə yüksəlirdi. Lakin o vaxt Wall Street onu belə asanlıqla ala bilmirdi. Təəssüf ki, hüquqi cəhətdən bu çətin idi. Məhz o zaman MicroStrategy adlı kütləvi şirkətin rəhbəri Michael Saylor ortaya çıxdı. O korporativ kreditlər götürməyə və Bitcoin toplamağa başladı. Beləliklə, MicroStrategy səhmlərin Bitcoin əvəzləyicisinə çevrildi. İnvestorlar bu coinə dolayısıyla sahib olmaq üçün şirkətin səhmlərini alırdılar. Lakin 2024-cü ildə spot ETF-lər təsdiqləndi. Bu da daha bir vasitəçidir, lakin daha şəffafdır və birin-birə nisbətində ticarət olunur. Nəzəriyyədə bu MicroStrategy kimi şirkətlərin səhmlərini öldürməli idi. Amma xeyr, əksinə onu təqlid edənlər peyda oldu. Təsəvvür edin ki, hər kəs daha çox coin almaq üçün borc götürür və bununla da öz səhmlərinin qiymətini artırırlar. Eyni zamanda yeni vəsaitlər cəlb edir, yenidən kriptovalyuta alır və yenidən yeni səhmlər buraxırlar. Kredit spiralı getdikcə sürətlənir. Və paradoks ondadır ki, Bitcoin-i yeni zərbələrə məhz bu mexanizm çatdırıb. Hal-hazırda bu qiymətləri dəstəkləyir. Lakin mükafatları diqqətlə izləyin. Bir gün onlar qırılacaq və böyük bir uçqun başlayacaq.